Tutaq ki, 2-3 nəfərlik bir ailəsiniz və Montenegroda yaşamaq istəyirsiniz. Paytaxtda məskunlaşmaq fikriniz varsa, bir otaqlı və ya ən çox 2 otaqlı bir mənzil sizin üçün kifayət edəcək. Montenegroda standart bir mənzilin aylıq kirayəsi 400-700 avro arasında dəyişir. Ev üçün ödəyəcəyiniz məbləğ onun yerləşdiyi yerə və əşyalı olub-olmamasına görə dəyişə bilər. Orta hesabla 600 avroya standart bir mənzil tapa bilərsiniz. 2-3 nəfərlik bir ailənin elektrik haqqı isə orta hesabla 50 avro civarındadır. Qeyd edək ki, Montenegroda təbii qaz yayğın deyil və insanlar elektriklə qızınırlar. Yəni 50-60 avro civarındakı elektrik haqqına qızınma xərcləri də daxildir. Bundan əlavə, Montenegroda su haqqı olduqca ucuzdur və orta hesabla aylıq 8 avro təşkil edir. Üstəlik, kran suları içməli olduğu üçün butulkada su almağa ehtiyac qalmır. Orta sürətli fiber optik internetin aylıq qiyməti maksimum 20 avrodur. Bunun üzərinə mənzil xərcləri və dövlətə ödənilən ekoloji vergi də əlavə olunur ki, bunlar da ümumilikdə 15 avro civarında dəyişir. Bəs 2-3 nəfərlik bir ailənin aylıq ərzaq xərcləri nə qədərdir? Bunun üçün ən azı 300 avronu gözə almalısınız. Hazırda ölkədə minimum əmək haqqı 450 avrodur. Bu məbləğ Avropanın digər ölkələri ilə müqayisədə aşağıdır. Lakin burada yaşam xərcləri də nisbətən azdır. Əgər 2 nəfər işləyib ayda 1500 avrodan çox gəlir əldə edirsinizsə, Montenegroda rahat şəkildə yaşaya bilərsiniz.